Nisa 64-cü ayədə Peyğəmbərə Allah deyir ki, əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanıma gəlsəydilər, sonra Allahdan bağışlanmaq diləsəydilər və Allahın Peyğəmbəri də onlar üçün bağışlamaq diləsəydi, şübhəsiz Allah çox tövbələri qəbul edən və mehriban olduğunu görərdilər. Görürsünüz? Hətta Allah deyər ki, birbaşa sizə də məndən, birbaşa. Deyir, yox, get Peyğəmbərin yanına. Peyğəmbər sənin üçün dua eləsin. Bunlar deyirlər, yox, siz ancaq yapışmışsınız Həzrət Əlidən, olmaz. Necə olmaz? Quran deyir olaraq, sən deyirsən ki, yox, olmaz. Həzrət Yaqubun övladları Həzrət Yusufun başına oyun açdılar, o qədər işlər gördülər. Ondan sonra gəldilər ki, tövbə eləsinlər, neçə il, 40 ilə yaxın tövbə nəsib olmadı. Gəldilər ataların yanına, dedilər ki, Quran-ı Kərimdə ayədir. Dedilər ki, ey ata, Allahdan bizim günahlarımızın bağışlanmağını istə, həqiqətən biz səhv eləmişik. Gördünüz, gəldi Peyğəmbərin yanına. Yaqub Peyğəmbər bunlara demədi ki, şirk edirsiniz siz, müşriksiniz, elə bir şey demədi. Dedi, mən də inşallah sizin bağışlanma istəyərəm Rəbbimdən. Allah çox bağışlayan və mehribandır. Bunlar artıq özlərini gətirib Allahın yerinə qoyub. Allah deyir, vəsilə olar da. Allah deyir ki, ziyarətə gedib istəyə bilərsən, heç bir eybi yoxdur.